May bana. Ben niye şekillere yer battın? Haydi sus. Şeytana da kurban. Ay bala. Namusun qeyrəti daşınır şəhidlər. Nifrətə çevrildi baxışlarımız. Qanlı səklərdə baxışlar, güllərə qərq olmuş başdaşlarım. Dedim geliydiniz. Ye. Daşınır şəhid. Uy ay Allah. Uy haydi. Bana bakın kurban. Haydi. Ay başlarım. Elim vurdum. Hepsi benim babamdan. Şeyden hepsi benim babamdan. Ben sana diyeceğim ay Allah. Azadlık odunda Dedim ben. keçib ürəklərdə Ağcabədi rayonunun ən çox şəhid verən bir kəndinin indi hal-hazırda qəsəbə adı alıbdır. Hindaq qəsəbəsinin qəbristanlığındayıq. 2016-cı il düşmən təxribatının qarşısını alarkən milli qəhrəmanımız Pəncəli Teymurla bir çiyin-çiyinə döyüşən, qəhrəmanlıqlar göstərən, adını tarixə yazan, hər bir yerdə mövzu gedəndə tabutuna sığmayan şəhidim deyilən qəhrəman şəhidimiz Qarayev Dilsiz Məmmədağa oğlunun bu günləri cənnətdə olan doğum günüdür. Bu günü qeyd etmək üçün şəhid anaları, şəhid ataları və Dilsizin doğmaları, əzizləri, qonşuları, qəsəbə cəmaatı gəlib anamızı tək qoymayıblar, günləri burada iştirak edirlər. Qəhrəman şəhidimizin döyüş yoldaşlarının dilindən eşitdiyim bir söz ki var, heç vaxt yadımdan çıxmayacaq mənim. Dilsiz döyüşdən çıxıb gəlib, deyir ki, artıq qisasımı aldım, arzuma çatdım. O arzu nəymiş? Artıq düşmənin onlarla, yüzlərlə o əskərini, zabitini məhv edən Dilsiz Qarayev son ki o tutduğu o erməni düşməni var ki onu avtomatda olan, o mağazində olan güllələrin hamısını onun boğaz hissəsinə vurub onun avtomatla, güllə ilə onun başın bədənindən ayırmışdı. Və o arzuma çatdım deyilən sözü o idi ki, döyüş yoldaşlarım bunu deyirdi. Allah şəhidimizin ruhunu şad eləsin. Cəvaranıya Allah səbir versin. Bir dənə də bir şeir demək istəyərdim. Ümumi şəhidlərimizin adından deyək. Bu gecə yuxuma bir şəhid gəldi. Söylədi, hardasan mənə azalım. Mən də istərdim körpə balamı sənin tək qollarım üstünə alım. Bu gecə yuxuma bir şəhid gəldi. Bir məktub uzatdı bir uca tonla. Bunu sevgilimə verərsən dedi. Əlvida yazmışdı məktuba qanla. Bu gecə yuxuma bir şəhid gəldi. Üstümə çığırdı, bağırdı bir az. Sonra sakitləşib ay ana dedi. Ağlayıb anasını çağırdı biraz. Bu gecə yuxuma bir şəhid gəldi. Bildim ki bu mənim xəcalətimdir. Gedəndə yavaşca söylədi mənə. Vətənim sizlərə əmanətimdir.
Birinci Qarabağ müharibəsində, aprel döyüşlərində şəhid olan şəhidlərimiz ondan sonra döyüşə gedənlərə vətənim sizlərə əmanətimdir deyənlər arzularına, istəklərinə çatdılar. Çünki vətəni əmanət qoyub getdikləri o 2020-2023-cü ildə 44 günlük vətən müharibəsində və antiterror müharibəmizdəki o bir gün oldu. Həmin o qəhrəman şəhidlərimiz, həmin qəhrəman qazilərimiz, qəhrəman veteranlarımız o şəhidlərin qisasını aldılar. Sizin həsrətində oradan torpaqlarımıza qovuşturdular bizi. Bir daha Allah səbir versin, Allah ruhunu şad eləsin. Cavaraya, eləcə də şəhid analarına, atalarına Allah səbir versin. Qazi qardaşımız Elmin çox sağ ol. Gelin qonaqlarına mən Çox sağ ol, var ol çəkilişə görə də. Gelin qonaqlarına mən qurban bala. Hiç bizi şat gelmediniz diye düşündünüz. Olan. Lütfen kesilen emrin özünüz kurban. Bala. Çevirdin bakışlarını kan seklerden akışları günlere gerk olmuş baştaşlarını. Cennet kokur adın senin, vətən sever igid oğul, örnek olup şehadetin, gurur duyur elin oban, gurur duyur atan anan. Şehit sen tek evladıyla gurur duyur Azerbaycan. Ölümünü alıp göze atıldın kanlı meydana. Sen canını kurban ettin vətəninə, torpağına. Baş eğerek mezarına təzim edir büyük kiçik. Korkmazlığın, igidliğin, mertliğinle övünürük. Allah şəhidlərimizə rəhmət eylesin. Qazilərimizə şəfa versin. Sağ ol, boş ver. Şəhidlərimizin qarşısında baş. Sağ ol, boş ver. Allah səni qorusun. Durdun qəsdinə, şəhidlik adını yazdın şəstinə. Elin igid oğlu şəhiddir suzum, İxtiyarın qururusan, fəxrisən. Şəhidliyin şərbətini içmisən, İmam Hüseynin məktəbini keçmisən. Elin igid oğlu şəhiddir suzum. Ay maşallah, ay maşallah. Allah qorusun. Çevirdin bakışlarını kan seklerden akışları günlere gerk olmuş baştaşlarını. Zəhmət olma sözü təqdim edin. Şəhid Əsədov Muradın atası Rüstəmci. Allah sizi var eləsin, buyurun. Mən özümüzə boş bildik bu günləri ki, Cavan anamın yanında Dilsuz qardaşımızın ad günüdür, Mövludur. Cavan Mövlud günüdür. Anamın yanında olmağı özümüzə boş bildik bir şəhid ailəsi kimi. Allah şəhidlərimizə rəhmət eləsin. Allah səbir versin. Allah köməyiniz olsun. Allah səbir versin sizə. Kardeşlerine Allah səbir versin ki, dayılarına, ailə üzvlərinin hamısına səbir versin ki, bu dərdi çəkə bilsinlər. Allah şəhidlərimizə rəhmət. Allah sizlərə də səbir versin. Buyurun. Sizə yaxın qoxun. Deməli, həmi rəhmətlik Dilsuzun şəhidimizin kirvəsiyə, həmi
xalam nəvəsi deyil. Zavar da mənim xalamızdır. Yəni Elşad. Rüstəm qardaş şəhidimizin atasıdır. bu gün şəhid Dilsuzumuzun mövlud günüdür. Allah rəhmət eləsin. Şəhidlər bizim bu günümüz, sabahımız və gələcəyimizdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Dilsuz haqqında danışsaq, vallahi bəlkə də ona vaxt çatmaz. Dilsuz kimi şəhidlərimiz əbədiyyata qoşuldu. Allah Taala onların o dünyasını versin. Cənnətdə İmam Hüseynlə bərabərdirlər. Allah onları həmişə yerin cənnət eləsin inşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhid ailələrinə səbir versin. Allah başınızı həmişə ucu olduğu kimi uc eləsin inşallah. Buyurun, özü təqdim edərdiniz zəhmət olmasa. Mən də 1-ci Qarabağ müharibəsinin qardaş, şəhid qardaşıyam, Qaraşın qardaşıyam. Qaraş Əliyev. Cavar da xalam qızıdır, Dilsuz da gənə. Dediyim kimi bizim fərqi yoxdur, Qaraş, Dilsuz. Dilsuz bugünkü gün mən onu demək istəyirəm ki, bizim üçün ən əhəmiyyətli bir gündür. Millətimiz üçün də ki, Dilsuz kimi bir oğul dünyaya gəlib, bir qəhrəman dünyaya gəlib. İndi onun itkisi ilə heç birimiz barışmırıq, amma fərq edirik ki, Dilsuz kimi oğul dünyaya gəlib, bu ailədə, bu ocaqda. Allah rəhmət eləsin cəm şəhidlərimizə. Sağ ol, Allah qızı. Allah sənə də səbir versin. Gənə də şükür. Oğlun da var, nəvən də var. Dilsuz da elə bir oğluydu ki, əvəz edilməz bir oğluydu. Tabuta sığmayan onun o vaxtı hamı bildi ki, tabuta sığmayan şəhid kimi qəbul elədik. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah hamısının köməyiniz olsun. Bugünkü gündə siz mənim yanımdasınız, balamın adını anırsınız. Gələn də sağ olsun, gəlməyən də sağ olsun. Bütün şəhidlərin hamısına Dilsuzun anası qurban. Dilsuzun yaxın qardaşlarına. Dilsuzun iş yerində də buradadır. Çox yaxın qardaşlar, dostlar var idi. Allah onların qalanların hamısına kömək olsun. Şəhidlərə də Allah rəhmət eləsin, qazilərin canı sağ olsun. Bizim heç vaxt, mənim heç vaxt heç bir yerdə təsəlli yerim olmur. Amma bizcə təsəlli yerim onda olur ki, bizim torpaqlarımız qayıdır. Bizim vətənimiz sağ olsun, prezidentimiz sağ olsun, vətəni qoruyan oğlanlarımız sağ olsun. Mən indi də gələcək nəsillərimizə, körpələrimizə deyirəm ki, heç vaxt vətəni buraxmayacaqlar. Ona görə biz gördük, dəyərli oğlanlarımızı itidik. Mən həmişə eldən, obadan çox razıyım, qohumlardan. Buradakilərin hamısı mənim qardaşım, balam, xalam oğlanlardır. Şükür, yada da şükür, qohuma da şükür. Sizə şükür. Onlar özləri getdi. Başqa deyim, elin, sağ mən anam. Başına dönər, mən sizə qurbanam. Onlar heç vaxt o şirin canlarına olmaz idi. Gör, nə qədər fikirləşirəm həmişə. Deyirəm ki, gör, Dilsuz kimi oğlanlar hamısı, gör nə qədər torpağı istədilərsə, onlar canlarını, şirin canlarını qoydular. Yağı düşməyən əlinlə mən həmişə deyirəm, torpaqlarımızı bizə qaytardılar. Mən həmişə balama deyirəm, balam xüsusi təyinatlı idi, güclü kəşfiyyatçı idi. Deyirdim Allah haqqında Dilsuz, mamam qurban. Torpaqlarımız qayıdacaq deyirdim, mamam mütləq höymən. Amma Allahın altına bala, onun bir evladı oraydı. O qəşəng Sumqayıtdan evlər aldı. Amma 2 yaşadı. Amma Allahın altına balam ya 5 il, ya 10 il o evlərdə. Mənim balamın evi dağılıyordu. Allah səbir versin ona. Gene şükür deyirəm Allah yerdə qalanlara. Gene deyirəm ki, təsəlli yerimizdir. Sizlər sağ olun ki, elə sizlər bizləri hər zaman belə necə deyim, yığırsınız başınıza və qardaşımızın inşallah Allah cənnətdəki mövludunu mübarək eləsin, qeyd edirik. Allah sizlərə ömür versin, anam, elə hər zaman bizlər sizlərin başına yığışaq. Yox, mən ölsəm də mənim elim, obam, biləm, cin, mənim yaxınlarım, el, oba həmişə biləmdir. Amma sən də inşallah hər zaman möhkəm ol, sağ ol ki, səndən daha yaxşı olar. Yəni, mənim demirəm, mən tək demərəm. Şəhidlər hamısı elə biləm Allah haqqında sözü bağlandılar. Amma bizim yaramız böyükdür.
Bəli. Mən deyirəm ki, həmişə deyirəm ay Allah, mən öləcəm, fədə balamla qovuşacam. Amma gedib o qəbir evinə girəcəm, üstündə otlar bitəcək, o da dilsizliyini ağlayacaq. Əlbəttə. Yenə Allah yerdə səbir qalanına versin. şükür, vətənimizə şükür. Allah Yerimizə səbir Mən versin. bir dənə söz deyim. Mən bir də ona heyfsilənəm ki, dilsiz o qəhrəmanlığın haqqını əlalıyım. Allah rəhmət eləsin cəb şəhidlərimizin. Prezidentimiz neçil keçməsinə baxmayaraq Pəncəli Temirovu qiymətləndirdi. Mən istəyərəm, bəli, bir yerdə döyüşün, çiynə döyüşən oğlanlar olur. şad olun. Mən istəyərəm ki, dilsiz da vaxt gəlsin, o qəhrəmanlığı prezidentimiz tərəfdən verilsin, onu təqdim olunsun. Anam, kimə müraciət eləmək istəyirsiniz ki, bax, Allah rəhmət eləsin, bayaq dediyiniz kimi Pəncəli Teymur da şəhidimiz bizim fəxrimizdir, sözsüz. Amma yaxın dostları olub, çinçinə döyüşüb. Üzr istəyirəm. Yəni, bu barədə kimə nə demək istəyirsiniz şəhid anası olaraq? Yəni, inşallah ki, dediyiniz insanlar səsinizi eşidər, bəlkə də bilmirlər o qədər yaxın olublar, o qədər döyüşdə o cür qəhrəmanlıq göstəriblər. Mən başını dönüm, onlar elə qəhrəmandılar. Amma Sözsüz. mən elə prezidentimizdən xahiş edirəm ki, mən heç demirəm bu tezliyinə də. Onlar hamısı qəhrəmanlığa layiq oğlanlar idi. Oğlanlardı. Amma bax, Pəncəli ilə Dilsiz ən yaxın dostuydu. Ən yaxında döyüşə də bir giriblər. O qəhrəmanlıq adı verdilər ona. Şad olduq, hamımıza təbrik elədik. Amma mən də istəyirəm ki, mənim də balam qəhrəman adı verirlər. İstəyirəm, həmişə istəyirəm. Özü mənim balam başım itdi, balam şəhid olanda mən həmən günü aldıra bilərdim. Mənim başım itmişdi, mən bilmirdim ki, o cürə oğul. Sağ olsun prezidentimiz. Ona qəhrəman adı verirlər. Bizimkinə də qağa medal veribdi. İnşallah Təqdim hələ çatmır, təqdim olmurdu. Çox sağ olsun, biz prezidentimizdən razıyıq. Belə razıyıq ki, o bütün əskərlərin, zabitlərin, generallarımızın hamısının arxasında durdu torpağın, vətənimizi. Düzdür, millətimiz hamısı rəl durdu. Amma başda prezidentimiz olmaq şərti ilə qoymadı bu dürüyələr. Çox sağ olsun, hörmətli artıq olsun ki. İnşallah cənab prezidentimiz sizin səsinizə səs verən Mehriban xanım inşallah. Özü həmişə bu evi tanıyır, Dilsizə hamısı şəxsən tanıyırlar. Amma hamısı mən də istəyərəm ki, mənim də balam İnşallah növbəli şəkildə yəqin ki olar. Verilsin. Fəxrəddin, bəli. Növbəli şəkildə inşallah olar yəqin ki, anam. Bayramlar bitmir, illər bitmir, qələbə günü qeyd etmək illəri bitmir. Yəqin ki, növbəti günlərdə inşallah biz inanırıq ki, Dilsiz qardaşımıza da, yəni Qarayev Dilsiz... Onun dəyərli iş yerində, anan qurban, çox dəyərli iş yoldaşları vardı. Amma Allahın altına bara, sülh yolunun olaydı. Sülh. Onu bayaqda orada məzar üstünə təqdim elədilər. Dilsiz torpaqları, nə qədər torpaqlar alınıbdı, nə? Təmiz yorulublar, bizə sakitləşib, gəl, neysə. Başa düşürsən. Gəlib deyib ki, mən arzuma çatdım. Mən arzuma çatdım ki, biz bir-birə erməni qırdıq. Bir-birə də torpaq almışıq. Canı çıxaq, onun yoldaşlar gəlib danışdı, özü torpaq Allah haqqın zulm alırdılar. Deyirdi, Dilsiz yumalana. Deyirdi, öz islahımızda yox. Erməninin öz islahını götürüb özünə vuracaq. Elə ən deyir, axırda bir dənə general vardı, əlimizə düşdü. Deyirdi, o mənim payıma düşüb. Onu mən öldürəcəm. İndi o elə bir oğlan idi, o həmişə inanırdı. Həmişə inanırdı, bizim torpaqlar ayağına deyirdi. Erməni deyirdi, kimdir ki? Biz qalib gələcəyik. Həmişə də arzusunda idi. Amma qismət olmadı. Gənə şükür, bugünkü günə ki, bizim istədiyimiz torpaqlarımız geri qayıtdı. Düşmə sevinmədi. Düşməni oğlanlarımız sevindirmədi. Allah sizə var eləsin. Allah köməyiniz olsun. Çox sağ olun, minnətdaram diqqətinizə görə. Çox sağ olun. Sağ ol, sən də. Çox sağ olun.